أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا. Ya ihvanel kıradet vel hanazir, yani size de ölüm olsun, lanet olsun, size olsun da eydi donuz ve meymunların kardeşleri. Yani onda Peygamber sallallahu aleyhi ve sellem diyor ki, yani ya Ayşe deyir, yani mülayimlik hansı işte olarsa, yani o işi güzelleştiren, hansı işten çıkarırlarsa, yani o işi körlüyer de. Deyir, görmürsən buna nə deyir də? Deyir, mən də dilimə cavabını verdim. Deyir, ölüm olsun, mən də aleykum da. Yani asanlıkla da, yani insan biraz derine gidende, yani biraz şiddetli olur, artık sözler olur da. Ona göre Peygamber sallallahu aleyhi ve sellem yani üslup, yani yol koyup. Ona göre yani her bir işte insan addım atmazdan evvel, yani bakması, dayanması, nəticəyə baxması, necə ki İbn Qayyim rahimehullah buyurur ki, "Mən ləm yanzur ilal avaqibi feleysə bifaqih." Yəni kim işlərin sonuna, nəticəsinə baxmazsa, yəni o fəqih deyildi, yəni dini anlayan deyildi. Və görürsən, insan nəticəyə baxanda, yəni mən bunu desəm nə olar, onun üzərinə yaranar. Ola bilər, yəni bu şey özlüyündə nədir? Haqdır da. Belə baxanda bu çaydır, hamının içdiyi bir şeydir də. Ola bilər, səndə problem var, sənə yaramır da. Sən bu şey özlüyündə, yəni çaydır, problemsiz bir şeydir deyə baxmalı deyilsən axı. Sən baxmalısan, sən içəndən sonra nə olacaq? Və həmçinin ola bilər, sənin dediyin söz nə olsun, özlüyündə haqq olsun. Amma onu deyiləndən sonra nə kimi nəticə yaranacaq? Yəni insan ona baxmalıdır. Və həmçinin insan çalışmalıdır ki, yəni özünün səbəbi ilə dəvətə zərər gəlməsin. Ümumi zərər hasıl olmasında. Yəni insan nəyə çalışmalıdır? Çalışmalıdır ki, xeyir versin. Yox, əgər görsə ki, xeyir verə bilmir, xeyir verdiyi zaman fəsad daha böyük fəsadlar yaranır. Yəni onda da insan saxlamalıdır da. Ona görə Peyğəmbər bir hədisdə buyurur ki, ona soruşan adama xeyirli işlər tövsiyə edir, deyir ki, onu da bacarmasa başqa iş buyurur. Yol göstərir, yəni yol azana yol göstər. Yəni iş bacarmayan adama yardım elə. Onu da bacarmasam, onda deyir ki, sən öz şərrini saxlamağın, sənin özündən özünə olan bir sədəqədir. Yəni bu öz sədəqədir də. Amma insan da var, baxmır da, deyir, nə istəyir olsun, yəni bu deyilməlidir. Allah bizim o deyildi, onun üzərində heç bir xeyir yaranmadı. Fəsad yarandı, onda yəni onun deyilməsi özü nə olur? Yəni münkər olur. Yəni belə baxanda insan özünə görə nəyi itirirdi? Münkəri itirirdi. Amma özünün o itirmə üslubu özü münkər sayılır. Ona görə məsələn İbn Qayyim rahimehullah deyir ki, yəni o münkəri də itirmə məsələsində mərtəbələrə bölünür. 4 dənə mərtəbəsini gətirir. Ona görə bəzən deyir, yəni onu itirmək özü haram olur. Yəni belə baxanda Allah Teala yəni əmr edir də, "Valtakum minkum ummetun", sizdən də elə bir ümmət olsun ki, yaxşını əmr etsin, pisdən çəkindirsin. Yaxşını əmr edib, pisdən çəkinən bir ümmət olsun. Amma burada isə gətirir ki, ola bilər sənin pisdən çəkindirməyin özü nə olsun? Özü münkər olsun. Niyə? Onun üzərində başqa bir münkər daha böyük yarandığına görə. Çünki sən, yəni həmişə məqsəd nədir də? O məqsədi bilmək lazımdır. Yəni məsələn bu münkərdirsə, mən bunu itirməklə nə istəyirəm? Münkər itirməklə, yəni istədiyim odur ki, yerinə məruf gəlsin. Münkər nədir, məruf nədir? Münkər yəni şəriətin pis gördüyü şey münkər sayılır. Şəriətin yaxşı gördüyü şey məruf sayılır da. Deməli, yəni mən bunu itirdiyim zaman baxmalıyım. Yəni bunu itirə biləcəyəmmi? Və itirdiyim zaman bunun yerinə məruf gətirə biləcəyəm də. Yox, əgər baxıram, bunu itirmək istədiyim zaman, bundan da böyük münkər gələcəksə, onda mənim bunu itirməm özü münkər olur.
Yəni bunu deməyim özü artıq nə olur? Yəni ona görə bunlar məsələlər mühümdür. Yəni bunlara yəni baxılmalıdır. Bəzən insanlar yəni bunu bilmədiyinə görə deyir ki, Allah Teala əmr edib çəkindirmək lazımdır. Dünya dağılsa da biz çəkindirməliyik. Orada xeyir var, belədir. Amma elə deyil də, onun hamısında dəlillər var. Yəni İbn Qayyim rahimehullah hardasa 99 dənə dəlil gətirir ki, yəni başqa böyük fəsad olacaqsa, yəni o itirilmir, o deyilmir də. Məsələn, ayələrdən gətirir ki, Ənam surəsində وَلَا تَسُبُّ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّ اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ. Sizdir onların Allahdan qeyri ibadət etdiklərini söyməyin, təhqir etməyin ki, onlar da düşməncəsinə qayıdıb Allaha söyərlər. Halbuki deyir, məsələn, bu bütləri təhqir etmək vacibdir. Öz-özlüyündə, yəni bu birisi yaranmayacaqsa, əslində sən demək ki, bax, bu bütdür, ay adam, bu bütdür, bu daşdır, bunda nə zərər var, nə bu fayda verə bilir, nə zərər verə bilir. Yəni bunu demək bizə vacibdir. Amma Allah Teala nə deyir? Əgər sən onu dediyin zaman, yəni Allahı söyləyəcəklərsə, deməli demirsən, söyləməyin. Fikir ver. Hansı ki, yeri gələndə vacibdir o. Ona yatı Şeyx Əbdüləziz Əl-Şeyx müftidə, yəni nə fayda çıxartıb bu ayətə? Allah Teala deyir, tağuta küfrü gizlətməyi burada əmr eləyir. Hansı ki, tağuta küfür nədir? Vacibdir də, eləmi? Amma deyir, burada tağuta küfrü gizlətməyi əmr, əgər ondan da böyüyü baş verəcəksə. Kimdir bu? Şeyx Əbdüləziz Əl-Şeyx. Fikir ver. Yəni çox gözəl, yəni çıxarılan faydadır da. Və həmçinin din qədər hədislərdən gətirir Peyğəmbər sallallahu aşağılarımıza deyir ki, "Ləulə qawluke haditha ahdin bi kufr." Əgər sənin qövmün təzə küfrdən çıxmış, yəni İslam'a təzə gəlmiş bir qövm olmasaydı, mən elə hədəmtul Kəbə, yəni Kəbəni sökərdim və İbrahim əleyhissalamın tikdiyi fundament əsaslar üzərində tikərdim. Yəni səbəb nə oldu? Yəni Kəbənin insanların qəlbində yeri var. Əgər sökülüb tikirlərsə, onda təsir edirlər də. İnsanlar hətta dindən çıxmasına kimi gətirib çıxara bilər. Ona görə Peyğəmbər saxladı. Əvvəl necə idi? Əvvəl evli ki, belə də o aypara forması tam axıra kimi idi də. İndi aypara yarımçıq qalıb axı. Axıra kimi idi və 2 qapısı var idi. Bir giriş və çıxış qapısı var idi. İndi nədir? 1 qapısı var da. Ondan sonra sökülüb də, neçə dəfə, 4-5 dəfə Kəbə sökülüb, tikilib də. Axırda ki, İmam Malikin dövründə olub deyəsən, orada da yenə söküb tikmək istəyəndə o xəlifəyə deyib ki, yəni eləmədər, əgər sən də eləsən, deyir ki, Allahın evi insanlar, hökümdarların əlində bir oyuncağa çevriləcək də. Ondan sonra da bu cür Peyğəmbər dövründə olduğu kimi qalıb. Sökənlər də Peyğəmbər sözünə görə söküb, o cür tikmək istəyiblər, tikiblər, ondan sonra o bizi gəlib, yox, Peyğəmbər dövründə necə olub, o cür olmalıdır. Yəni söhbət nədən gedir? Yəni əgər fəsad yaranacaqsa, nə olur? Onda yəni toxunulmur da. Və həmçinin İbn Qayyim rəhməhullah gətirir ki, Peyğəmbər sallallahu yəni ətrafında, yəni insanlar içərisində münafiqlər var idi. Yəni onlardan tanıdıqları da var idi. Tanıdıqları da var idi. Amma deyir, onlara dəymirdi, toxunmurdu. Hansı ki, münafiq kafirdən betərdi yer gələndə. Amma niyə görə? Yəni insanlar deyəcək ki, Muhammed öz yoldaşlarını, dostlarını öldürür. Nəyə səbəb olasıydı? Dəvətin qabağının alınması. Fikrin burada yəni nə qədər mühüm məsələ, dəvət məsələsi, yəni insanların haqqa dəvətə gəlməsi nə qədər yəni mühüm məsələdir də. Deməli, burada münafiqin qalması fəsaddır. Və həmçində dəvətin qabağının alınması da fəsaddır. Deməli, onda nə oldu müqayisədə? Hansı daha böyük fəsad oldu? Dəvətin qabağının alınması daha böyük fəsaddır. Ona görə bu olmasın deyə bunu saxladı Peyğəmbər sallallahu. Deməli, bundan nə nəticə çıxır? Yəni insan yəni bu məsələyə diqqət yetirməlidir. Çünki yəni sənin elədiyi, mənim, başqasının elədiyi bir şey, yəni tək adamın özünə yönəlsəydi, yəni o qədər təhlükəsi yox idi. Yəni onun elədiyi hər hansı bir hərəkət, yəni ümumi, yəni bu sələflərə, filan kəslərə aydınlar, bunlar hamısı belədir. Bir adam nəsə eləyir, deyib, bunlar belədir də, saqqallar belədir. Ona görə insan artıq yəni, bu yola düşübsə, yəni bunun məsuliyyətini dərk eləməlidir. Həm danışığında, həm hərəkətlərində, əxlaqında, davranışında ki, yəni onun səbəbi ilə
yəni İslama, dinə, dəvətə zərər gəlməz. Ona görə məsələ çox mühümdür. Yəni bir var sadəcə insanın özünə gəlsin, o şəxsi günahını daşısın. Bir də var onun səbəbi ilə nədir? Ümumi dəvətə gəlsin. Onda nədir? Daha məsuliyyəti daha böyük olmuş olur. Yəni daha çox günah daşımış olur. Ona görə insan nəyə çalışmalı? Yaxşı xeyir verməyə, ya xeyir verə bilmirsə, görsən fəsad olur, qırağa çəkilməz. Məcbur deyil, zorla nəsə eləyəsən, yox. İnsan mümkün olanı eləməli. Allah təala buyurur, "Fəttəqullaha məstəta'tum", gücünüz çatdığı qədər, Allahdan qorxun. Allah təala hər bir insana verdiyi bir şey var da. Bacarıq var. Ola bilər buradan alınmır, başqa bacarıqlar var da. Hər bir insanda elə bir ki, bir məharət var. Onun bacardığı, o birisi bacarmır, o birisi bacarmır, digər bacarmır. Hər bir insan deyir, özündə olan o məharətlə, bacarıqla, İslam'a, dinə, xidmət eləməyə çalışmalıdır. Hər bir insana, necə İmam Malik rəhməhullah deyir, açılan qapı var da. O qapıdan istifadə edəsin. Mümkün deyil, bütün insanlar alim olsun, bütün insanlar sədəqə verən olmur da. Ola bilər bu insan bu tərəf, bu qapı açılır, o birisində başqa qapı açılır da. İmam Malik rəhməhullah deyərdi ki, insan var, ona sədəqə qapısı açılır. İnsan var, məsələn, oruc qapısı, insan var, namaz qapısı açılır. İnsan var, cihad qapısı açılır. İnsan var, elm qapısı açılır. Hər kəs ona açılan qapıdan möhkəm tutsun, istifadə eləsin də. O qapıların içərisində mənə açılan qapı elm qapısıdır və onların içərisində ən üstündə bunu görürəm. Elm qapısında. O demək ki, insan alınmırsa, mütləq o da nəsə bu tərəfdən nəsə eləməlidir. Sözlü fərzləri vacib olanı yerinə yetirməlidir. Amma əsas da istifadə elədiyi qapı ona açılan qapıdan da yaxşı istifadə eləməlidir. Adam var ki, müəyyən işi ibadətlərdən, əməllərdən hansı birini yaxşı yerinə yetirə bilirsə, ondan möhkəm yapışsın da, onu doğrulsun. Çünki onun özünün böyük faydası var. Ondan əlavə də gətirirlər ki, insanda bir xabiə olsun. Xabiə nədir? Gizli bir əməl. Heç kəsin bilmədiyi, bir əməl eləyə bilirsə, heç kəsin bilmədiyi. O da yaxşı əlamətlərdən sayılır. Deməli, əsas məqsəd nə oldu? İnsan xeyir verməyə çalışmalı. Əgər xeyir verə bilmirsə, ən azı nə etməlidir? Öz şərrini saxlamalıdır. İnşallah bu cür olarsa, sözü nə qədər xeyir olur, bərəkət olur. Burada danışma olar, olmaz. Və yaxud da, məsələn, addım atdığı zaman, nəticəyə baxması, bunlar ölçülüb biçilərsə həmişə, görürsən ki, onun üzərində yaranan nəticə də yaxşı olur, xeyirli olur. Amma yoxsa kim necə gəldi, hər istədiyi kimi addım atırsa və yaxud danışırsa, orada xeyir olmur, bərəkətsizlik olur. Ona görə əxlaq məsələsi də elədir ki, ümumiyyətlə insanların üzərinə düşən nədir? Birinci Allahla davranışı gözəlləşməsi, sonra ikinci də insanlarla davranışı. Allahla davranışı gözəlləşəndə insanlarla davranışı da bağlıdır da, onun düzəlməsinə olur, səbəb olur. Və onda da əsas tövhiddir, tövhidin tələb etdiyi əməllərdir. Və insanlarla da əsas olan nədir? Qəlbin salamat olmasıdır da. Başqalarına qarşı qəlbin salamat olmasıdır. Şeytan əsas çalışır vurmağı aranı nə ilə? Kin-küdurət salmaqla bir-birlərinə qarşı. Görürsən ki, başqaları, cahillər o dərəcədə kin bəsləmir, nifrət bəsləmir. Amma görürsən, qardaşlardır, görürsən bir şeyin üstündə, boş şeyin üstündə nə qədər problemlər yaranır da. Bir-birinə kin bəsləyirlər, nifrət, sonra onun üzərində da küsmək, başqa nə qədər fəsadlar ortaya çıxır. Və Peyğəmbər sallallahu buyurur ki, "Yəisə şeytanu ən ya'budahul musalluna fi cəzirətil Arab." Şeytan ərəb yarımadasında və ya yer kürəsində insanların ona ibadət etməsindən ümidini kəsdirir. Lakin bir təxriş beynəhum, lakin əsas qabağına qoyduğu məqsəd nə idi? Onların arasını vuracaq. Ona görə insan rahat olmağa çalışmalı. Peyğəmbər sallallahu buyurur ki, "Rahimullahu imra'an
səmhən idə bəə, səmhən idə iştərə, səmhən idə qtada. Allah Teala deyir, o insana rəhm eləsin ki, o adam deyir, satdığı zaman da asandır. Rahat adamdır, satanda da rahat adamdır. Alanda da rahatdır. Borc verəndə də rahat adamdır, borc alanda da rahatdır. Yəni, elə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin duası var. Adam var, çətin adamdır. Satanda da çətindir, alanda da çətindir, borc verəndə də. Ona dua yoxdur. Dua kimədir? O insan ki, rahatdır. Yəni ki, problem, yəni, əgər çətin adamlar olur da, ümumiyyətlə, ağır adamlar olur. Bəli, Şah Rahimov deyir ki, bəzən deyir ki, yanımda olan adamın ağırlığından elə bir ki, bir tərəfim düşür, deyir. O dərəcədə hiss edir də, yəni ağır insanlar, çətin insanlar. Yəni, elə insanlar problemlidir. Amma insan mübarək olmaq istəyirsə, xeyirli, bərəkətli olmaq istəyirsə, hər işdə yola gələn, yola verən, güzəştə gedən, belə olmalıdır da. Bir qıssə kimi gətirirlər ki, bir ata deyir, oğluna deyir ki, getdi qələm və dəftər al gətirdi. Bir dəfədir, iki dəfədir, axıda gedir. Görür ki, atası ciddidir də. Deyir ki, yaz. Yazır. İndi poz. Pozur. Deyir, yəni yaz. Yazır. Deyir, yəni poz. Pozur. Deyir, yəni yaz. Yazır. Pozur. Buna məhətlər qalıb da. Deyir, ya bu nədir də belə? Deyir ki, bu sən də evlənmə ərəfəsində, deyir ki, sən deyir, həyatda, yəni həm evlilik sahəsində, həm də insanlarla da sən bu cür poza bilməlisən, deyir. Yəni, olan hadisələri deyir, yəni bu cür üstündən xət çəkə bilməlisən, deyir. Əgər bu cür poza bilmədinsə, deyir, problemdir, yəni həyat davam edə bilməyəcək. Məsələn, adam var, hər problem oldu, onu unuda bilmir də, onu poza bilmir, itirə bilmir. İtirə bilmirsə, nə vaxtsa onun qəlbinə girməsinə, kim-küdurət yaranmasına səbəb olur. Ona görə deyir ki, həm kişidir, arvaddır, həm bir-birinizin sən onda pozmalısan, o da səndə pozmalıdır o şeyləri. Həmçinin qardaşlar da bir-birinin arasında olubdur, üstünə xət çəkməlidir, pozmalıdır, itirməlidir. Yəni, bu cür olsa, yəni həyat davam edəcək. İnşallah belə mehribançılıq olursa, yəni Allah Teala ətrafa da başqalarına bərəkət verəcək. Əgər bizim öz aramızda yoxdursa o, yəni o bir sufisi, nə bir bidətçisi, yəni o necə təsirlənsin də, o necə olsun bərəkət? Yəni bərəkət də sözü itaətə görə olur, mehribançılığa görə olur. Məsələn, əsasda nədir? Qəlbdə kin-küdurətin olmamasına görə olur. Nə qədər qəlb salmadı. Ona görə Rəcəb Rahimullah deyir ki, yəni əvvəlki insanlar, sahabələr, yəni qalxdığı dərəcələrə deyir, nə çox namazı ilə, nə çox orucu ilə qalxmayıblar, deyir. Onlar, deyir, o dərəcələrə qəlbin salamatçılığı ilə, yəni bisəlamətü sudurihim, qəlblərinin salamat olması ilə qalxırlar ki, qəlblərinin salamat. Çünki hədisdə də gəlir ki, Peyğəmbər 3 dəfə deyir ki, indi cənnət əhlindən olan birisi daxil olacaq. Ayrı-ayrı vaxtlarda 3 dəfə eyni adam daxil olur. Və bir sahabə deyir ki, mən bu adamı yoxlayacağım da. Görürsən bu adam nə əməl, hansı əməl sahibidir. Gedir və evində qonaq qalır və onu izləyir. Görür ki, bu da gecə namazına qalxmadı da. Bu nəyə görə belədir? Peyğəmbər nəyə görə bunu deyir ki, bu cənnət əhlindəndir. Və axırda deyir ki, yəni mən bir ehtiyacım yox idi, prosta səni yoxlamaya gəlmişdim ki, 3 dəfə Peyğəmbər deyir ki, yəni cənnət əhlindən birisi daxil olacaq, 3 dəfə də sən daxil oldun da. Mən də baxıram, sənin bir artıq əməlin yoxdur da. Nəyə görə? Deyir ki, bax sən mən necə görürsən o cüram, yəni başqa bir şey yoxdur məndə. Sonra çevrilib getmək istəyəndə deyir ki, yəni ola bilsin bir şey var, o da mən deyir, hər gün yatmazdan əvvəl yatdığım zaman heç bir müsəlmana qarşı qəlbimdə kin-küdurət saxlamıram. Heç bir müsəlmana qarşı qəlbində fikir ver, yəni buna görə Peyğəmbər s.ə.v onu o cür təyin etməsinə səbəb olub da, yəni ucalmalarına səbəb olub. Ona görə qəlb məsələləri yəni olduqca mühümdür. Qəlb düzəlməyəndə insan özü də düzəlmir, narahat olur. Görürsən ki, danışığı dəyişir, əxlaqı dəyişir. Amma vaxt insan qəlbi düzəlir və o qəlbdə onları tutandan sonra yəni onun üçün ən dəyərli şey qəlbdə olan imanın, tövhidin, ixlasın olması da və onun yaralanmaması üçün, ona xələl gəlməməsi üçün insan başqa şeylər hamısından keçir. Filan şey eləyib yola verir, filan şey yola verir də. Niyə? Çünki özü bilir ki, artıq şey eləsə, kiməsə qarşı da, artıq söz desə,
haqqını tapdalasa, təcavüz eləsə, nə olur? Qəlbində olan tövhid, ixlas, iman, hidayət alınır da və ona görə bilir ki, bu adam onun üçün ən dəyərli şey budur. Bu bir şeylər boş şeylərdir, yola vermək olar. Nəfsə aid olan şeylərdir də. Ona görə deyir, bunun qalması üçün bu yerlərdən keçir. Amma adam da var, biz bu imanı yoxa çıxsın, hidayəti alınsın, ixlasına təsir, heç vecnə bircə onun nəfsini istədiyi həyata keçsin, o bərqərar olsun, alınsın, intiqam həyata keçsin də. Bax, budur. Ona görə məsələn, o adamlar yəni xeyir qazana bilmir, o adamlar yəni, ucala bilmir. O adamlar həmişə görürsən ki, get-gedə gerilir və sonra da unudulub çıxıb gedir də. Ona görə bax, bunun əlbəttə faydalarını həmçinin nədir? İnsan belə rahat olanda, yəni sonra duaya nə olur? Elə bir ki, insanların duasını qazanır. İnsanların duasını qazanır da. Yəni, İbrahim Aleyhisselam duasında keçir ki, وَجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ Deməlidir, sonra gələnlər içərisində dillər əzbər elə. Və şair də deyir ki, دَقَّاتُ قَلْبِ الْمَرْءِ قَائِلَةٌ لَهُ إِنَّ الْحَيَاةَ دَقَائِقُ وَثَوَانِ İnsanın qəlbinin döyüntüləri ona deyir ki, həqiqətən həyat dəqiqələr və saniyələrdir. Qəlbin döyüntüləri, həyat nədən ibarətdir? Dəqiqələrdən və saniyələrdən. Sən də elə işlər gör ki, özündən sonra gözəl xatirə saxla. Çünki gözəl xatirə ikinci həyatdır. Gözəl xatirə ikinci həyat sayılır. Öləndən sonra, yəni elə bir ki, yenə yaşamış kimidir. Hər dəfə ona dua gedəndə, bu adam yaşayır da, elə bir ki, ölməyib. Nə qədər sahablar gedir də, görsən ki, deyirlər, filan kəs, Allah onu bağışlasın, qəbrini genişləndirsin. Çox rahat adam idi da. Çətin adam. Filan kəs, Allah onun qəbrini odla doldursun. O nə çətin adam idi da. Fikir ver. Görsən, insan yəni, yola gedən olanda, güzəştə gedəndə, rahat olanda bir nə qədər yəni, dualar qazanır və elə ki, yeni yaşamış kimi. Görsən, insan üstəlik burada bir şey əldə eləmir və həmçinin ölüb gedəndən sonra da yəni bəddualar qazanır. Ona görə bax, bu məsələlər sən həmişə xatırlayanda, çox var insanı da elə bil ki, o şeyləri keçməsinə səbəb olan nədir? Həmişə ilk insan nəfsini axirətə bağlaması da, axirətdə imanı gücləndirməsi. Nə vaxt insan məsələləri axirətlə uzlaşdıranda, oranı fikirləşəndə, görsən, buradakı şeyləri yenməsi, aşa bilməsi ona asanlaşır. Amma insan oranı unudan kimi, görürsən, ancaq nəfsin istəklərini həyata keçirir. İstəməyəni ki, nəsə qalsın. Nəsə ora qalsın. Yox, amma o birisi isə, görürsən, heç nə ona təsirlənmir. Hətta yəni, oranı fikirləşdiyi üçün görürsən, müsibət nimətə çevrilir. Sıxıntılar asanlaşır, ağır gəlmir. Niyə görə? Yəni, oranı istədiyi oradır da. Ona İbn Qayyim Rahimehullah yəni, misallarını həmişə elə gətirir ki, insan istəyirsə ki, Allah Teala onu örtsün, özü də örtməlidir. Bağışlasın, bağışlanmaq istəyirsə, yəni özü də bağışlamalıdır. Və istəyirsə ki, məsələn, cənnətdə qazansın, yəni nə etməlidir? Özü də mükafat verməlidir, yaxşılıq eləməlidir də. Deməli, sən necə ki, Rəbbindən bunları istəyirsənsə, həqiqətən istəyirsənsə, deməli, sən Rəbbinin yaratdıqlarına qarşı da, yəni o cür olmalısan da, fikir ver. Həqiqətən insan oranı istəyirsə, hansı ki, baxmayaraq, bu ağır məsələlərdir də, sən pislik eləyirsən də, ona yaxşılıq eləməyi, insan keçə bilməyi, nəfsə ağır gələnməsə, amma həqiqətən insan oranı düşünəndə nə olur? Yəni, asan olmasına, asanlaşmasına səbəb olur. Ona görə, əsas, yəni, nə vaxt insan ora ilə bağlı olur, yəni, həm o xəstəliklərdən təmizlənməsinə səbəb olur. Həmçinin İbn Qayyim Rahimehullah, bax, həsəd məsələsini gətirir. Həsəd çox var, yəni, eyni peşə sahiblər arasında olur da. Ətir satandan çəkməçi, belə bir-birlərinə həsəd aparırlar. Alim alimə, tələbə həsəd aparır da. Yəni, bu olur, amma insan sözsüz ki, onun fəsadlarını biləndə özünə uzaqlaşdırır da. Orada bir şey gətirir ki, amma burada nədir? Elm məsələsini gətirir. Əgər insan elm öyrənməyi ilə, yəni onun məqsədi, niyyəti ixlasdırsa,
o adamda həsəd olmamalıdır. Həsəd olmamalıdır. Yəni o birlər ki, aydın, o insana belə gəlir də. Amma elm fərqli də axı deyir. Məsələn, deyək ki, namizədlərdir də. Yəni bələdiyyə başqanı olsun. Yəni 3-4 dənə namizəd var. Yer bir dənədir. Bax 3 nəfər, 4 nəfər can atır ki, yəni ora nail olsun da. Yəni yer bir dənə olduğu üçün, məsəl üçün, ya bu adam istəyir, amma qorxur ki, o da oranı qazana bilər. Ona görə avtomatik nə yaranır? Ona həsəd yaranır. Niyə? Çünki o bir dənədir. Bir dənədir, əlindən alına bilər. Yəni birdən o qabağa keçsə, o götürə bilər də. Və o baxımdan bunda nə yaranır? Həsəd yaranır. Amma elm isə elədir ki də, yəni sən elmlə məqsədin, yəni axirətdirsə, yəni Allahın cənnətini qazanmaqdırsa, lap dəvətinlə, elminlə, deyir ki, niyə sən həsəd olmalıdır ki? Deyir, cənnətdə darısqallıq yoxdur. Bütün millət, bu milyardlar, trilyonlar hamısı cənnətə girsə də, sənin üçün orada yer var da, yəni narahatçılığa yer yoxdur da, orada geniş cənnət, yəni Allahın cənnəti, yəni genişdir də. Deməli, əgər insan elm tələbəsini həsəd aparırsa, yəni alimə həsəd aparırsa, deməli, onun niyyəti ora yox, buradır. Yəni, burada nəyisə əldə eləməsin. Fikir ver. Çatırmı? Yəni, ona görə bu gözəl məsələdir də. Yəni, həqiqətən bu insan sən dəvətində oranı istəyirsənsə, niyə sən həsəd aparmalısan ki? Ora genişdir. Heç bir narahatçılığa da yeri yoxdur. Ən axırıncı cəhənnəmdən çıxana nə qədər veriləcək? Dünyanın 10 misli. Ən axırıncı cəhənnəmdən çıxana. Yanıb çıxana. Bu dünya, gördüyünüz dünya var da, 10 misli bir adama 10 dənə bu dünya. Yəni, ona görə bax, burada heç bir darasqallıq, narahatçılığa yeri yoxdur da. Deməli, bununla yanaşı, əgər bunu bilməsilə yanaşı həsəd aparırsa, deməli, insan oranı istəmir də. Deməli, burada məqsəd var, burada neyəsə nail olmaq istəyir. Hansı ki, o birisi onu götürə bilər və ona görə həsəd yaranır və görsən artıq söhbətlər, artıq danışıqlara səbəb olur. Bəlkə bu gətirilən şeylər hamısı nəyə qayıdır? Yəni, axirət məsələsinə. Axirəti insan gözünün qarşısında tutub eləyərsə, istəyir müsibətlər olsun, istəyir yaxşı əməllər olsun və həm yaxşı əməllər yaxşı şəkildə yerinə yetirməsinə, həm müsibətlərin asanlaşmasına və həmçinin o xəstəliklərdən təmizlənməsinə, həsəddir, kin-küdurətdir, onlardan təmizlənməsinə səbəb olur. Deməli, vaxt ki, insanın axirətə imanı azalırsa, bu cür xəstəliklər ortaya çıxır. Ona görə nə lazımdır? Kim Allaha və qiyamətə inanarsa, yəni Allaha və qiyamətə inancı gücləndirmək. Aşırıdan hədisdə Peyğəmbər buyurur ki, o gün insanlar paltarsız olacaq da. Və soruşur, necə kişilər, qadınlar hamısı bir yerdə. Bir-birlərinə baxmayacaqlar. Peyğəmbər sallam deyir ki, məsələ ondan daha şiddətli olacaq da. Yəni, heç baxmaq məsələsi onların fikrinə belə gəlmir. Yəni, məsələ o qədər ağır olduğu üçün. İndi fikir verir, alimə gətirir ki, əgər insanda oradakı qorxu olarsa, insan bu gün də baxmaz. Demək, o yoxdur da. O zəifləyir. Zəifləyən kimi insan baxması olur, haramı düşməsi olur, etməsi olur. Ona görə o yəqin insanda olarsa, o qorxu, o iman, insan bu dünyanın özündə də alimlər gətirir ki, bu dünyanın özündə də insan o şeylərdən uzaq olur. Deməli, problem nədir? Yəni, onun azalmasıdır. Ona görə həmişə insanları axirətə bağlamaq. Sələflər eləyir. Sələflər görürsən ki, axirətə uzlaşdırardılar. Körpünün üstündən keçir, görsən, Sırat körpüsünü xatırlayardılar. Çünki xatırlama onların nəfslərin tərbiyələnməsi səbəb olur. Mən bilirsiniz, məsələn, hamamda kimir, ağlayır və soruşurlar, səni aldan nədir? Hansı ki, başqaları hamamda başqa şeylər fikirləşir, bu isə ağlayır. Deyir ki, mən ayə yadıma düşdü, Allah Teala buyurur ki, Yusabbu min fawqi ru'usihimul hamim, onların başlarının üzərindən qaynar su töküləcəkdir. Yəni, həm cəhənnəmin atəşi, üstəlik də qaynar suda, həm qaynar su içildiyi zaman, gör cəhənnəmi. Yəni, hər bir şeylə axirəti xatırlayır və daha da imanın artmasına səbəb olur.
Ona görə yəni bu məsələ mühümdür. İnsanları yəni ona bağlamaq, axirətə bağlamaq, axirətə bağ. Həm ixlas yaranır bunda insanda. Etdiyi əməllər axirət üçün olursa, bu ixlas deməkdir. Ümumiyyətlə Quranda nə vaxt gəlsə ki, "Və men aradel axirətə" kim axirəti istəyərsə, deməli mənası nədir? İxlasdır. Yəni insan etdiyi əməllə dünyanı yox, yəni axirəti istəyirsə, gözünün qarşısında, yəni Allahı tutaraq, yəni əməl edir, addım atır və ona görə deyirsən o insan gözünün qarşısında axirəti tutan insan, yəni həmişə yəni artıq sözdən, artıq hərəkətdən, yəni çəkinir. Nə vaxt ki insan bilir ki, artıq sözlər, təhqir, yalan, böhtan atır, deməli o axirət qabağında, gözünün qabağında deyil. Axirəti unudub. Unutmasaydı, yəni elə şey eləməzdi. Ona sələflər deyərdilər ki, "Fə'iddə lis-suali cavabə və lil-bəla'i cilbəbə." Yəni sən deyir, qiyamət günü veriləcək suala deyir, cavab hazırla. Danışırsan, nəsə deyirsən də, qiyamət günü sənə sual verecək. Nə üçün dedin? Ki, avtomatikdə cavabın varsa deyir, danış. Hər bir danışıq var. Yəni danış, bəzən gəl danışıyor. Yaxşı, mən bu danışıyorum. Niyə danışdın da? Yəni ona cavabın varsa deyə danış. Və həmçinin deyirsə, İmam Malik rəhməllah deyər ki, sənə deyir, bir şey soruşulanda deyir, fətva səndən istəniləndə deyir, məqsədin deyir, onu başından eləməyin yox, sən deyir, özünü necə xilas edəcəyin haqqında düşün. Çatırdı mənası? Hə? Yəni səndən soruşulur. Yəni bəzi adam soruşur ki, hə, düzdür, elədir, elə yesin də. Bir də var sən sual cavab verəndə sən fikirləşirsən ki, necə mən özümü xilas edəcəyəm, yəni bu qiyamət günü. Yəni bu sual, bu cavabdan. Nəyə görə verdin? Yəni bunu fikirləşməlidir. Mən özümü necə qurtaracağım? Özünü necə qurtaracağını fikirləş. Onu yox, onu başına eləyəcəyim yox. Həqiqətən insan bunu fikirləşəndə görsən ki, yəni verdiyi fətvalarda da, sözlərdə diqqət edir də. Yəni məsələ ağır. Görsən sələflər hamısı biraz çəkinərdilər. Yəni biraz diqqət yetirərdilər də. Hətta İbn Ömər radiyallahu anh sual verəndə deyir, cavab verməyəcəm deyir. Bunlar niyə deyir? Bunlar deyir, mənim deyir, belimi cəhənnəmin üstündə nə körpülüb keçmək istəyirlərdi. Yəni fətva verir və nəsə istifadə eləmək istəyirlərdi. Ona görə bunlar müsümdür. Ondan vaxt insan bağlanır, yəni axirət məsələlərini yəni, xatırlayır. Görsən, insanın hər tərəfli danışığıdır, fətvasıdır, başqa əməllərin düzəlmir. Nə vaxt görürsən, sən özündə də istəyir. Görsən ki, özü buraxıbsan, deməli o yaddan çıxır. Nə vaxt insan oranı bir xatırlayır ki, insan özünü yığışdırır. Allah Teala şifandan etsin. Sallallahu aleyhi ve sellem.